Hacı Aslanov metrosuna yaxın Panorama Park yaşayış kompleksində 3 otağa düzəlmə, super təmirli mənzilimiz satışa çıxdı. Mənzilin geniş və işıqlı olan qonaq otağıdır. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Qonaq otağının qarşısında açıq eyvanı var, kombi aparatı, qaz sayğacı quraşdırılıb. Otaqların döşəməsi laminat, istilik sistemi, kombi sistemidir. Bütün otaqlarda səs akustik sistemi yığılıb, qonaq otağında kamin dekoru yığılıb. Mənzilin dəhlizi, giriş qapısı ilə üzbəüz dəhliz dolabı yığılıb, döşəmə qranit mərmər isti döşəmədir. Mənzil 2 otaqdan 3 otağa düzəlmə olduğu üçün mətbəx dəhlizdə yığılıb, mebeli də tam yığılıb, aksesuarları quraşdırılıb. Ümumilikdə olan sanitar qovşaq, bütün aksesuarlar və təchiz olunub, döşəmə qranit mərmərdə isti döşəmə ilə. Mənzilin birinci yataq otağı uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Ölçüləri normaldır və bura əsas yataq otağı. Böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Pəncərələri hamısı panorama pəncərələrdir. Bütün otaqlarda da kondisioner xəttləri çəkilib. Əziz izləyicilərimiz, gördüyünüz bu mənzil 19 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 88 kvadrat ümumi sahəsi var. Təzə təmir olub, təmirdən sonra yaşayış olmayıb. Sənəd çıxarış dövlət ipotekasına tam yararlıdır. Qiyməti 248.000 manat. Kimə maraqlı olarsa buyurub zəng eləsin. Sağ olun, bizi izləmədə qalın.